Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Allahümme Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdeten min lisani yefqahu qavli. Müellif deyir ki, Babu tefsiri tevhidi ve şehadeti en la ilahe illallah. Növbəti babı gətirir, 6-cı bab. Tevhidin və la ilahe illallah şəhadətinin təfsiri babı. Tevhidin və la ilahe illallah şəhadətinin təfsiri fəsli. Müəllifin bu babı şəhadət kəlməsi la ilahe illallaha dəvət babından sonra gətirməsinin münasibəti zahirdir. Bundan əvvəlki bab nə idi? Babu duai ilə şəhadəti la ilahe illallah. La ilahe illallah şəhadətinə dəvət babı. Və ondan sonra bunu gətirməsi, tevhidin və şəhadətin təfsiri babını gətirməsi, yəni ki, həmin dəvət olunan tevhid kəlməsinin təfsirinin açıqlanması. Həmin dəvət olunacaq olan tevhidin, şəhadət kəlməsi, la ilahe illallahın təfsiri nədir? Yəni bunun bilinməsi və eyni zamanda müəllif bu iki fəsli ardıcıl gətirməsində sanki məqsədi odur ki, yəni tevhidə dəvətdə müəyyən qədər təfsilata gedilməlidir. Müəyyən qədər nədir? Təfsilata gedilməlidir. Yəni tevhidin daha geniş mənaları və misallarla açıqlanması, elə bu babın məqsədi də budur. Çünki yəni sadəcə insanlara la ilahe illallah deyilən müsəlman ol, bununla kifayətlənməli deyil. Çünki la ilahe illallah tevhid kəlməsidir. Lakin ola bilər insan la ilahe illallah desin, amma onun əhlindən olmasın. Ola bilər insan müsəlmanam desin, amma onun əhlindən olmasın. Demək ki, bu şeyə görə mütləq təfsilata getmək lazımdır. Təfsir edilməlidir. Tevhid təfsir edilməlidir, bəyan edilməlidir. Ən azından heç olmasa la ilahe illallah kəlməsinin nəyə dəlalət etdiyi, mənası, nəyi inkar edib, nəyi isbat etdiyi, tevhidin mənası, qismləri, növləri, tevhid olarsa nə olar, tevhid olmazsa nə olar? Ən azından heç olmasa bunlar bəyan edilməli, izah edilməlidir. Və bu dediklərim də elə tevhidin, şəhadətin təfsiridir. Təfsiridir. Ona görə müəllif deyir ki, tevhidin və şəhadət kəlməsi la ilahe illallahın təfsiri və əgər insanları tevhidə dəvət etdiyin zaman təfsir edərsənsə, təfsilata gedərsənsə, bəyan edərsənsə, açıqlayarsansa, Allaha bəsirət üzərində dəvət edənlərdən sayılarsan. Necə ki, bundan öncəki fəsildə və dəlildə götürdük ayəni, Yusuf surəsindəki ayəni, Qul həzihi səbili əd'u ilallahi alə basirətin ənə və mən ittəbəəni de, bu mənim yolumdur, mən və mənə tabi olanlar Allaha bəsirət üzərində dəvət edirəm. Deməli, əgər tevhidi açıqlayaraq, bəyan edərək, bildirərək, izah edərək dəvət edirsənsə, o zaman sən bəsirət üzərində dəvət edənlərdən sayılırsan. Bəsirət üzərində dəvət edənlərdən sayılırsan. Ona görə də bu bab əvvəlki babın, yəni əvvəlki fəslin demək olar ki, eyni zamanda bir növ nədir? Davamıdır. Bir növ davamıdır və əgər bu iki babı bərabər şəkildə bir cümlə olaraq götürsək, necə olmuş olur? Tevhid kəlməsi la ilahe illallah, tevhid kəlməsi la ilahe illallaha dəvət edərək onun təfsir edilməsi. Tevhid kəlməsi la ilahe illallaha dəvət edərək onun təfsirinin bəyan edilməsi. Deməli, tevhidə dəvətdən məqsədlərdən də biri elə onun mənasının açıqlanmasıdır.
Tohidə dəvətin məqsədlərindən də birisi tohidin mənasının açıqlanmasıdır. Mənasının nədir? Açıqlanmasıdır, onun bəyan edilməsidir. Xüsusən onun ziddi olan şirk çoxaldığı zaman. Çünki tohid əslində çətin bir şey deyil. Fitrətən də, əqlən də, hissdən də, dəlillərdən də çox rahat başa düşülən bir şeydir. Lakin insanların dindən uzaq düşdüklərinə görə, insanların haqq dini başa salan, təbliğ edən dəvətçilərdən uzaq düşdüklərinə görə və bunun müqabilində şirki, bidəti insanlara din kimi göstərən dəvətçilərin olduğu bir vaxtda, zamanda, o zaman tohidin açıqlanmağa ehtiyacı var. Tohidin təfsir edilməyə nədir? Ehtiyacı var və bu bab da elə bunun başlanğıcıdır. Bunun başlanğıcı tohidin təfsir edilməsi və sonra bundan sonraki gələn fəsillər də yəni bir növ tohid məsələlərinin təfsilatı ilə izahıdır. Daha geniş misallarla. Misallarla tohidin izahıdır. Və ümumən müəllif yəni fəsilləri bu cür ünvanlandırması bir növ demək istəyir ki, bu məsələyi öyrənin. Nəyə görə? Məsələ ayələr, hədislər və onun ünvan qoyur müəllif, ünvan qoyur. Bu ünvanı qoyduğu kimi. Və bu təfsiri ət-təvhidi və şəhadəti əllə iləh illallah. Deyir ki, tohid və lə iləh illallah şəhadətinin təfsiri. Yəni bunu sənə demək istəyir ki, bunu öyrən, bil, dəlillərini araşdır və mən də sənə bu barədə olan bəzi müəyyən dəlilləri bəyan edəcəm. Amma bu tohidin bütün təfsiri demək deyil. Məsələn, bu fəsildə müəllif 5 dəlil gətirir. 4 ayə, 1 hədis. Amma daha genişdir. Tohidin, şəhadət kəlməsi, la ilahe illallahın nədir? Bəyanı və təfsiri daha genişdir. Ona görə biz də Allahın izni ilə sanki müəllifin bu işarəsinə sadiq qalaraq bu məsələnin üzərində duracağıq. Çünki olduqca mühümdür. Tohid kəlməsi, la ilahe illallah kəlməsi, şəhadət kəlməsi, bunun bilinməsi, izahı hətta yaxşı yadda qalsın deyə. Deməli, müəllif deyir ki, bu təfsir-i təvhidi və şəhadət əllə iləh illallah. Tohidin və lə iləh illallah şəhadətinin təfsiri. Tohidin və lə iləh illallah şəhadət. Fikir verin, müəllif burada tohid şəhadətini tohidə atf edib, bağlayıb. Yəni, lə iləh illallah nədir? Tohiddir. Tohid nədir? Lə iləh illallahdır. Bu ikisi eyni şey demək olar ki. Buna elm əhli deyir ki, yəni atf-ı dəl aləl mədlul deyilir. Dəlalət edənin mədlula işarə etməsi və yaxud dəlalət edənin mədlula bağlanması yönündəndir. Yəni, burada dəlalət edən, lə iləh illallah dəlalət edəndir. Yəni, lə iləh illallah kəlməsi ki var, bu kəlmə nəyəsə dəlalət edir, düzdürmü? Yoxsa heç nəyə dəlalət etmirmi? Mütləq yəni nəyisə bildirir bu kəlmə, elə deyilmi? Bildirdiyi şey nədir? Tohiddir. Həmin o tohid mədluldur. Deməli, dəlalət edənin mədlula bağlanması. Və o da nədir? Mədlul dediyi ki, tohiddir. Deməli, əgər tohidin nə olduğunu bilmək istəyirsənsə, lə iləh illallahı bil. Lə iləh illallahı bilsən, yaxşı-yaxşı dərk etsən mənasını, hansı ki, inşallah açıqlayacaq bunu biz, o zaman tohidi bilmiş olacaqsan. Və tohid barədə, yəni onun mənası, növləri barədə danışmışıq bu kitabın fəsillərini götürəndə, açıqlama vermişik və qeyd etmişik ki, ümumilikdə tohid deyiləndə burada söhbət Allahın rübubiyyətində, uluhiyyətində, ad və sifətlərindəki təklikdən gedir. Tohid deyiləndə ümumilikdə söhbət nədən gedir? Allah subhanahu taalanın rübubiyyətində, uluhiyyətində, ad və sifətlərində olan təklikdən. Yəni tohid Allahın Rəbb olaraq, ilah olaraq,
və ad və sifətlər olaraq yalnız özünə xas olan özəlliklərlə seçilməsidir. Allahın Rəbliyinə aid olan, yəni rübubiyyətinə, uluhiyyətinə aid olan, bir də ad və sifətlərinə aid olan, yalnız özünə məxsus olan xüsusi özəlliklərlə Allahın fərqlənməsi, təklənməsi və seçilməsidir. Əgər yəni həmin özəlliklərdən, həmin xüsusiyyətlərdən rububiyyətinə aid olan, uluhiyyətinə aid olan, ad və sifətlərinə aid olan Allahdan başqa nəyəsə aid edilmiş olsa, o zaman bununla Allah haqqında tələb olunan tövhid pozulmuş olur. Buna da şirk deyilir. Yəni Allah Subhanahu Taala'nın Rəbb olması ilə bağlı özəl xüsusiyyətləri var. İlah olması ilə bağlı özəl xüsusiyyətləri var. Ad və sifətlərində özəl xüsusiyyətləri var. Həmin o xüsusiyyətlərin yalnız Allaha aid edilməsi ilə Allah fərqlənir, təklənir. Yəni Allah Subhanahu Taala həmin o özəlliklərlə, o rububiyyətində olan özəllikləri ilə, uluhiyyətində olan özəllikləri ilə, xüsusiyyətləri ilə və ad və sifətlərinə aid olan özəllikləri və xüsusiyyətləri ilə bununla seçilir. Bununla fərqlənir və bununla da təklənir. Rububiyyətinə aid olan özəlliklər nədir? Allahın məsələ, Allahın etdiyi bütün əməllər. Allah Subhanahu Taala'nın etdiyi əməllər rububiyyətinə aid olan özəlliklərdir. Uluhiyyətinə aid olan özəlliklər nədir? Məxluqatın ibadəti ilə bağlı özəlliklərdir. Yəni ki, ibadət olunmaqda Allahın təklənməsi, Allahın ibadət olunmaqda təklənməsi özəlliyi. Nə deməkdir bu ibadət olunmaqda təklənməsi özəlliyi? Yəni, əgər ibadət məfhumu, ibadət anlayışı, ibadət feili, ibadət əməli hər hansı bir şeyə yönəlirsə təkcə bir şeyə, o şey ibadət olunması ilə özəllik qazanır. Aydın oldu mu? O şey ibadət olunması ilə özəllik qazanır. Belə ki, əgər ibadətlər yalnız Allaha yönəlsə, artıq Allah Subhanahu Taala uluhiyyə tövhidində özəllik qazanır. O da nədir? İbadətlərin tək özünə sərf edilməsi ilə. Və Allah Subhanahu Taala'nın da qullardan istədiyi nədir? Qullardan istədiyi də budur. Və buna əsasən də həmin bu tövhidin ziddi olan bu şirk də, tövhidin pozuntusu baş verən bu şirk də rububiyyətində baş verə bilir, uluhiyyətdə baş verə bilir. Eyni zamanda nədir? Ad və sifətlərdə də baş verə bilir. Və la ilahe illallah kəlməsi, tövhidin yəni başlanğıc və əsas olaraq uluhiyyə növünə işarədir. Yəni la ilahe illallah kəlməsi, yəni tövhidin hər üç növünü əhatə edir, şək yoxdur. Tövhidin nədir? Hər üç növünə də dəlalət edir. Rububiyyə tövhidinə də, uluhiyyə tövhidinə də, ad və sifət tövhidinə də la ilahe illallah kəlməsi dəlalət edir. Amma başlanğıc və əsas məna uluhiyyə tövhididir. Buna dəlalatul mutabaqa deyilir. Mütabiq dəlalət. Mütabiq dəlalət nədir? Yəni la ilahe illallah ləfzi uluhiyyə tövhidinin tam mənasını əhatə edir. Tam mənasına işarədir. Mütabiq dəlalət budur. Yəni la ilahe illallah kəlməsi uluhiyyə tövhidinin tam mənasını ifadə edir. Əsas mənasını ifadə edir. Və uluhiyyə tövhidi də nədir? Allahdan başqa, yəni ibadətlərlə Allahın təklənməsi və ondan başqa ibadət olunanların hamısından bəraət etmək. Uluhiyyə tövhidi budur. İbadətlərlə Allahı təkləmək və ondan başqa bütün ibadət olunanları inkar etmək, tərk etmək, bəraət etmək. Deməli, la ilahe illallah da başlanğıc olaraq bu mənanı ifadə edir. Uluhiyyə tövhidini nədir? İfadə edir. Və eyni zamanda dedik ki, rububiyyəyə də dəlalət edir la ilahe illallah kəlməsi. Ad və sifət tövhidinə dəlalət edir. Buna dəlalatul lüzum deyilir. Lazım, gərəkdirən dəlalət yönü ilə. Yəni, lazımı nəticə etibarı ilə. Yəni, zəruri nəticə dəlaləti deyilir buna. Yəni, dedik ki, ibadətə
haqqı olan, yəni layiq olan tək ilah Allahdırsa və la ilahe illallah buna dəlalət edirsə, əgər yalnız ibadət olunan odursa, deməli, o Rəbb olmalıdır. Elə deyilmi? Rəbb olmalıdır. Rububiyyə keyfiyyətinə malik olmalıdır. Nə deməkdir Rəbb olmalıdır? Deməli, yaradan da olmalıdır. Dirildən də olmalıdır. Yəni, əgər biz deyəndə ki, yalnız ibadət olunan Allahdır. Allahdan başqasına ibadət etmək olmaz. Əgər belədirsə, onda məxluqatın Rəbbi də olmalıdır. Xaliqi də olmalıdır. Və əgər məxluqatın Rəbbi, xaliqi, ruzi verən odursa, onda o kamil ad və sifətlərə sahib olmalıdır. Beləliklə, la ilahe illallah kəlməsi bilavasitə mənası ilə uluhiyyə tövhidinə gərəkdirən dolayısı yollarla da, yəni lazımı gərəkdirən dəlaləti ilə də rububiyyə və əsma və sifət tövhidinə də dəlildir. Deməli, müəllif deyir ki, bəbu təfsiri təvhid və şəhadət ən la ilahe illallah. Tövhidin və la ilahe illallah şəhadətinin təfsiri. Tövhid xülasə budur və geniş danışmışıq və yenə danışacağıq. Və müəllif deməsi ki, şəhadəti ən la ilahe illallah, la ilahe illallah şəhadəti. Deməli, la ilahe illallah nədir? Şəhadətdir. La ilahe illallah şəhadətdir. Şəhadət. Şəhadət isə, şəhadət, lüğətdə, yəni əş-şəhadə deyiləndə nə başa düşülür? Əş-şəhadə deyiləndə elm və yəqin üzərində xəbər vermək deməkdir. Elm və yəqin üzərində nə? Xəbər vermək. Şəhadət budur. Deməli, diqqət edin, şəhadət olması üçün bu üç şey mütləq olmalıdır. Birincisi dedi ki, xəbər edilməlidir. Xəbər. Yəni, şahidlik etdi deyəndə, yəni xəbər etdi deməkdir. Filan kəs şahidlik etdi, yəni xəbər etdi. İkincisi dedi ki, elm. Elm, yəni bildi. Bildi xəbəri, yəni xəbər etdiyinə bilərək xəbər etdi. Üçüncüsü dedi ki, yəqin. Yəni bilərək xəbər etdiyinə yəqin oldu. Arxain oldu, əmin oldu. Tərəddüd etmədi və şək şübhə etmədi. Deməli, dedik birincisi, şəhadətin şəhadət olması üçün o da nədir? Xəbər etmək. Xəbər etmək. Yəni, mütləq insan bildiyi və qəlbinin yəqin olduğu, arxain olduğu bir şeyi xəbər etməlidir. Xəbər etməlidir, bildirməlidir, elan etməlidir. Elan etməlidir. Yəni, la ilahe illallah elə bir kəlmədir ki, yəni elə bir şəhadətdir ki, o heç vaxt gizli, örtülü qala bilməz. Elə bir kəlmədir ki, heç vaxt, yəni açılmadan gizli saxlanıla bilməz. Mütləq bildirilməlidir, mütləq elan edilməlidir. Qulaqlara çatdırılmalıdır. Bununla tanınmalısan hətta. La ilahe illallah kəlməsi ilə. Bununla, yəni, zikr edilməlidir, bildirilməlidir, bəyan edilməlidir. Buna dəvət olunmalıdır. Yəni, bu kəlmə ona görə də qadir olduğu halda, elm əhlinin ittifaqı ilə, müsəlmanların icması ilə kim qadir olduğu halda bu kəlməni deməkdən, tələffüz etməkdən imtina edərsə, müsəlman sayılmır. Qadir olduğu halda la ilahe illallah kəlməsini tələffüz etməkdən, deməkdən, elan etməkdən imtina edərsə, heç bir maniyə olmadan bu insan hətta qəlbində bunu bilib, yəqin olsa da, hətta şirki küfrü tərk etsə də, amma bunu tələffüz etməyincə icma ilə, ittifaqla bu insan müsəlman sayılmır. Deməli, bu kəlmə deyilməlidir. Çünki la ilahe illallah kəlməsi ilə Allah subhanahu wa ta'ala, yəni Allahın tək ibadətə layiq ilah olmasına nədir? Şahidlik edilməlidir elm və yəqin üzərində. Elm və yəqin üzərində şahidlik olunmalıdır. La ilahe illallah kəlməsi ilə Allah subhanahu wa ta'ala buyurur, şəhidallahu ənəhu la ilahe illahu vəl mələikətu və ulul ilmi qaimən bil qist. La ilahe illahu el-azizul hakim.
Allah Teala buyurur ki, şəhidallah, Allah şahidlik etdi. Yəni Allah Subhanahu taala bunu bildirdi, elan etdi, bəyan etdi, açıqladı. Nəyi? Ənəhu la ilahə illahu. Allah özü şahidlik etdi, bildirdi, bəyan etdi ki, ondan başqa ilah yoxdur. Ondan başqa məbud yoxdur. Ondan başqa ibadətə haqqı çatan ilah məbud yoxdur. Sonra deyir ki, vel mələikətu. Həmçinin mələklər də şahidlik etdi. Və ulul ilm, həmçinin elm əhli də. Bunu bilənlər də nədir? Şahidlik etdilər. Deməli, müsəlman birisi deyəndə ki, əşhədu ən la ilahə illallah, ən birinci bunu demək istəyir ki, mən xəbər edirəm, bəyan edirəm, bildirirəm ki, Allahdan başqa ibadətə haqqı olan ilah yoxdur. Ən birinci dediş nədir? Xəbər. Elan, bildiriş. Sonra ikinci nə dedik? Elm. Mütləq, yəni şahidlik nədir? Şahidlik etdiyim bir şey elm üzərində olmalıdır. Elm üzərində olmalıdır. Yəni bilgi və mərifət. Bilgi və mərifət. Bu da elə şəhadət kəlməsinin özündədir. Bəllidir. Şəhadət kəlməsinin özü ilə, yəni şahidlik ləfsinin özündə bu bəlli bir şeydir ki, elm olmalıdır. Elm olmasa ona şahidlik deyilmir. Yəni bir məsələ deyəndə ki, mən filan şeyə şahidəm. Yəni mən bilirəm deməkdir. Deyirəm ki, sən şahidsənmi bu işə? Yəni nə demək istəyirəm bununla? Demək istəyirəm, sən bunu bilirsənmi bu işi? Yəni əgər bilgi olmadan şahidlik olursa o şahidlik sayılmaz. Mütləq şahidlik olunan şey, şəhadət olunan şey nədir? Mərifət üzərində, elm üzərində, bilgi üzərində olmalıdır ki, hətta şahidlik hesab edilsin, hətta şəhadət sayılsın. Amma bilmədiyi halda, məlumatı olmadığı, cahil qaldığı halda bu nədir? Şahidəm desə belə, əşhədü desə də belə, şahidlik edirəm desə belə, bu şəhadət məqbul deyil, sayılmır. Deməli, la ilahə illallah şəhadətinin mötəbər sayılması üçün, mötəbər, keçərli sayılması üçün mütləq elm olmalıdır. Elm. Yəni, bu kəlmə barədə olan elm. Bilinməlidir bu kəlmə. Bu kəlmə bilinməlidir ki, hətta şahidlik sayılsın. İllə mən şəhidə bil haqqi və hum ya'lamun. Allah Teala deyir ki, bildikləri halda haqqa şahidlik edənlərdən başqa. Fikir ver. İllə mən şəhidə bil haqqi. Haqqa şahidlik edənlər və hum ya'lamun. Bildiklər. Bilərək yəni. Kimlər ki, bilərək haqqı şahidlik edir, onların şahidliyi mötəbər sayılır. Üçüncü nə dedik? Üçüncü yəqinlik. Yəqinlik. Yəni, şahidlik etdiyin şeyə mütləq yəqin olmalısan. Mütləq yəqin olmalısan. Nə demək yəqin olmalısan? Yəni, tərəddüd etməməlisən, qətiyyətli olmalısan, şübhən olmamalıdır. Şübhən olmamalıdır. Zərrə qədər nədir? Bu məsələdə şübhən olmamalıdır. La ilahə illallah. Sarsılmamalısan, sabit qalmalısan bu kəlmə dediyin zaman. Yəqinin pozulmamalıdır. Və bu elə bir kəlmədir ki, yəni la ilahə illallah kəlməsi elə bir kəlmədir ki, zərrə qədər şübhəyə yer yoxdur bu kəlmədə. Zərrə qədər şübhə qəbul etmir. Qalət rusuluhum əfilləhi şəkkun fatiris səməvati vəl ard. Rəsullar dedilər, yəni bu kəlməyə dəvət etdikləri zaman qövmlərinə dedilər ki, göyləri və yeri yaradan Allah barədə də şübhə mi edilər? Əfilləhi şəkk. Allah barədə də şübhə mi edilər? Yəni, la ilahə illallah barədə şübhə mi edilər? Qul əyyü şeyin əkbaru şəhadə. Altıdır, de, şəhadətdən daha böyük nə ola bilər? Nə ola bilər şəhadətdən daha böyük? Bu, olduqsa böyük, əzəmətli bir kəlmədir. Odur ki, bu kəlmə haqqında, yəni zərrə qədər şübhə etmək olmaz. Və bu, elə bir böyük şahidlik və yaxud elə bir böyük varlıq haqqında olan şahidlikdir ki, la ilahə illallah şəhadəti. Elə bir böyük varlıq haqqında şahidlikdir ki, hansı ki, yerin, göyün, dənizlərin, dağların, ay, günəş, ulduzların və bütün məxluqatın Rəbbi, ilahı olan Allah barədə olan şahidlikdir bu. Yəni,
bu şəhadətində, la ilahe illallah şahidliyində zərrə qədər şübhə edən, yəni toz və ləkə qəbul edilməyən bir şeyə toz və ləkə yaxmış olur. Toz və ləkə qəbul olunmayan bir şeyə toz və ləkə yaxmış olur. La ilahe illallah şəhadəti də nə toz, nə ləkə qəbul etməz. Çünki bununla nədir? Artıq o şəhadət pozulur və o şəhadət ləğv olunmuş olur. Əgər bu şəhadətdə yəqin olmasa və belə birisinin də şübhə içində olanın görəsən Allah doğrudan da ibadətə layiq olan tək ilahdırmı? Başqası niyə layiq deyil? Evliyalara niyə dua edilib çağırılmasın? Onlar niyə sevilərək onlara ibadət olunmasın ki? Yəni, heç bunu etməsə belə bir qəlbində belə bir tərəddüd olsa, yəni bu artıq şahidlik deyil. Bu adamın la ilahe illallahı yoxdur. Və belə bir şəhadət nə özünə faydalı deyil, nə də Allah subhanahu ta'alanın istəyi deyil bu. Lazım deyil Allaha elə bir şəhadət. Allah subhanahu ta'alanın tələb etdiyi şəhadət, yəni özünün böyüklüyünü, əzəmətini təsdiq edərək, elm və yəqin üzərində tərif və səna edilməsidir. La ilahe illallah məqsədi budur. Yəni sən la ilahe illallah şahidlik etdiyin zaman Allahı bununla tərifləmiş olursan, səna etmiş olursan, övmüş olursan Allah subhanahu ta'alanı. Ən böyük sənadır bu la ilahe illallah. Allahın haqqında, Allahın təkliyinin isbat edilməsi. Amma elmsiz və şübhə ilə la ilahe illallah deyən isə bununla Allah subhanahu ta'alanı tərif və səna etməmişdir. Allah'a tərif və səna etməmişdir. Deməli, insanın la ilahe illallah kəlməsi, dediyi la ilahe illallah kəlməsi sadəcə nədir? Sadəcə tələffüz etdiyi söz yox, tələffüz edilən söz yox, o nədir? Şəhadət olmalıdır. Fikir verdin? Sadəcə deyilən söz olmamalıdır. İnsanların danışdığı söz kimi deyilən söz, şahidlik olmalıdır. Şəhadət olmalıdır. Şəhadət olması üçün isə dediyimiz kimi xəbər edilməlidir və yəqin və elm üzərində olmalıdır. Elm və yəqinliklə nədir? Bu deyilməlidir. Və bu da onu göstərir ki, şəhadət kəlməsi nədir? Sadəcə tələffüz edilən quru ləfzdən ibarət deyil. Sadəcə tələffüz edilən quru ləfzdən ibarət deyil. Yəni tələb olunan bu deyil. Tələb olunan bu deyil. Tələb olunan bu kəlmənin mənasına etiqad edilərək deyilməsi, fikirverin mənasına etiqad edir. Sadəcə deyilmək yox. Denər la ilahe illallah və salam qutardı. Sanki bu kəlmə elə bil ki, nə bilim, tilsimvari olaraq kim desə, yəni bütün göydən bunun başına hər şey töküləcək, bu avtomatik hər şey olacaq bunda, hazır olacaq. Tohid əhli olacaq. Yox, la ilahe illallah kəlməsi mənasına etiqad edilərək və tələbinə əməl edilərək deyilməlidir. Mənasına etiqad edilərək həmən bayaq dediyimiz mənasının bilinməsi budur. Və tələbinə uyğun olaraq əməl edilməsi də elə yəqin üzərində dediyimiz budur. Çünki yəqinin səmərəsi əməldir. Yəqinin səmərəsi nədir? Əməldir. Bir insan yəqin olanda ki, həqiqətən Allah göylərin və yerin xaliqi, məxluqatı tək özünə ibadət etmək üçün xəlq edib. Buna yəqin olanda ondan sonra nə olmuş olur? İbadət etmiş olur. Həmən o yəqin olduğuna nədir? Yönəlmiş olur, üst tutmuş olur, kiçilmiş olur onun qarşısında. Fikir verdiniz mi? Deməli, əməl yəqinin nə idi? Səmərəsi. Əməl yəqinin səmərəsi. Əməl yoxdursa deməli yəqin yoxdur. Əməlin yoxdursa deməli yəqin yoxdur. Və deməli müəllif deyir ki, şəhadəti ən la ilahə illallah. La ilahə illallah şəhadəti. Və bu olduqca əzəmətli bir kəlmədir. Böyük bir kəlmədir. Ən üstün, ən dəyərli bir kəlmədir. Ən xoş bir kəlmədir. Ən xoş bir kəlmədir. La ilahə illallah kəlməsi. Bu, sabit olan və onunla sabit olunan bir kəlmədir. Allah Teala buyurur, "Yusabbitullahu-llezine amenu bil-qawli-sabiti fil-hayati-dunya ve fil-ahira." Allah Teala buyurur, Allah bu kəlmə ilə, yəni la ilahe illallah kəlməsi ilə
İman edənləri, bu möhkəm bir kəlmə ilə iman edənləri dünyada da, axirətdə də sabit qədəm edər. Yəni, sənin sabit qalmağın, həqiqi sabitlik La ilahə illallah kəlməsi ilədir. Bu, elə bir böyük, əzəmətli bir kəlmədir ki, Allah subhanahu wa ta'ala məxluqatı buna görə xəlq edib. Bu, elə bir böyük, əzəmətli kəlmədir ki, cənnət və cəhənnəm bu kəlməyə görə yaranıb. İnsanların kafir və müsəlman olaraq iki yerə bölünməsi bu kəlməyə görədir. İnsanların xoşbəxt və bədbəxt olaraq iki yerə ayrılması bu kəlməyə görədir. Axirət günü insanların əməllərinin sağ tərəfdən və ya sol tərəfdən verilməsinə səbəb bu kəlmədir. İnsanların axirət günü əməl tərəzilərinin ağır gəlməsi bu kəlməyə görədir. Bu kəlmə elə bir böyük əzəmətli kəlmədir ki, Musa aleyhissalam deyəndə ki, ey Allah, mənə elə bir söz öyrət ki, onunla səni zikr edim və səni xatırlayım, dedi ki, qul ya Musa la ilahə illallah. Allah da dedi ki, ey Musa, la ilahə illallah de. Elə bir əzəmətli kəlmədir ki, لو سماوات السبع وعامرهن غيري والأرضين السبع في كفة. Peyğəmbər sallallahu deyir ki, əgər 7 qat göy və orada olanlar məndən başqa, Allah təala deyir. Və 7 qat yer tərəzinin bir gözündə və la ilahə illallah fi kifində mələt. Və la ilahə illallah bir gözündə olsa, la ilahə illallah ağır gələr. Və o qədər böyük əzəmətli bir kəlmədir ki, bu insanı Allaha ulaşdıran bir kəlmədir. Və möhkəm dayaqdan tutularaq əməl olunmuş bir kəlmədir. Urvatul vufqadır. Möhkəm bir dayaqdır. La ilahə illallah kəlməsi və bütün xoşbəxtçiliyin haçarı, xoşbəxtçiliyin əsli, əsası da yəni bu kəlmə üzərindədir. Bu elə bir böyük kəlmədir ki, Peyğəmbərin şəfayəti ilə xoşbəxt olan da məhz la ilahə illallah kəlməsini deyən, bilən, ona əməl edəndir. Və la ilahə illallah kəlməsi nədir? Budur, dəyəri budur. Ona görə mütləq nədir? Mömin, müsəlman buna dəyər verməli, öyrənməli, vaxt ayırmalı, oxuması ilə, dinləməsi ilə. Mütləq bunun bilinməsi lazımdır. Çünki dünya və axirətdə olan xeyirlərin hamısı bu kəlmə uğrunda zəhmət çəkməyə bağlıdır. Bu kəlmə uğrunda, yəni la ilahə illallahın təhqiq edilməsi və haqqında cahil olması, haqqında cahil qalması, üzürlü olmayan yeganə kəlmə varsa, o da la ilahə illallah kəlməsidir. Haqqında cahil qalması, üzürlü olmayan tək bir kəlmə varsa, o da la ilahə illallah kəlməsidir. Deməli, dedik ki, bu kəlmənin əgər belədirsə dəyəri mütləq bilinməsi nə olmuş olur? Vacib. Bilinməsi vaciblərin ən vacibidir. Vaciblərin ən vacibidir. Sən müsəlman başlanğıc la ilahə illallahı bilsin və bu kəlmənin bilinməsi, öyrənməsi bununla bağlı olan vacib əsas 4 məsələdir. Əsas 4 məsələdir. Birincisi, bunun mənasının bilinməsi. İkincisi, bunun ərkanlarının bilinməsi. Üçüncüsü, la ilahə illallahın şərtlərinin bilinməsi. Dördüncüsü, onu pozan şeylərin bilinməsi. Əgər bu şeyləri bilərsənsə, la ilahə illallahı bilmiş olarsan və boynuna düşən vacibatı bununla yerinə yetirmiş olarsan. Deməli, birinci dedik ki, mənasına gəldikdə, mənası la ilahə illallah. Burada 4 kəlmə var. La, ilah, illə, bir də Allah. Mən bunun qrammatik yönündə daxil olmayacağım. Qrammatik bəhsinə girməyəcəm. Birbaşa mənasını qeyd edəcəm sizə. La ilahə illallahın mənası Allahdan başqa ibadətə haqqı çatan məbud yoxdur. Mənası budur. Allahdan başqa ibadətə, itayət olunmağa, qulluq edilməyə haqqı çatan və yaxud layiq olan başqa bir ilah, yəni məbud yoxdur. La ilahə illallahın mənası budur. Yəni, o bəziləri ki, məsələ açıqlayanda deyirlər, la ilahə illallah mənası Allahdan başqa Allah yoxdur, Allahdan başqa xaliq yoxdur, Allahdan başqa ruzi verən yoxdur və yaxud Allahdan başqa bizə olan ilah yoxdur. Yəni, bu kimi təfsirlərin heç birini nə lüğəvi, nə də şəri yöndən heç biri doğru düzgün deyil.
heç biri doğru düzgün deyil. La ilahe illallahın doğru düzgün mənası Allahdan başqa ibadətə haqqı çatan nədir? Məbud ilah yoxdur. Və bunu təsdiqləyən də elə Quranın özüdür. Və bu barədə inşallah dəlilləri qeyd edəcəm. Biz baxanda məsələ peyğəmbərlərin öz qövmləri ilə mübarizəsinə baxırıq ki, onlar la ilahe illallah kəlməsində etirazları Allah xaliqdir, Allah var. Etirazları buna deyildi. Etirazları Allahdan başqa ibadət olunanların tərk edilməsini qəbul edə bilmirdilər. Demək ki, ilah kəlməsində etirazları buydu. Ona görə İbrahim əleyhissalam deyəndə ki, qalə li qavmihi və əbihi məzə tə'budun. İbrahim atasına və qövmünə, yəni müşrik olan atasına və qövmünə dedi ki, nəyə ibadət edirsiniz? Fikrin inkar sualıdır bu. İbadət etdiyiniz nədir? Deməli, məsələ, yəni Allah varmı? Allahın mövcudiyyəti, Allahın xaliqiyyəti barədə deyilmi məsələ? Nədir məsələ? İbadət. Nəyə ibadət edirsiniz? Sonra deyir ki, ifkən əlihətən dunəllahi turidun. Allahdan başqa uydurma ilahlarımı istəyirsiniz? Allahdan başqa uydurma, özünüzdən uydurduğunuz ilahlar, batil ilahlar mı istəyirsiniz? Fikir ver, deməli, məsələ nədir? Məsələ ibadət və ilah məsələsidir. İbadət məsələsidir, uluhiyyə, ilah. İlah kəlməsinin mənası məbuddur. Yəni ki, ibadətə layiq olan tək Allahdır. Və həmçinin bu mənanı təsdiq edən yenə Həc surəsidir. 62-ci ayədə Allah təala buyurur ki, "Zəlikə biyannallahu huvel haqq." Bu belədir, çünki Allah haqq. Haqq nədə? Varlığında mı haqq? Xaliq olmasında mı haqq? Ruzi vermə, şək yoxdur ki, Allah bəli, Allah xaliqdir, razikdir. Burada yəni inkar yoxdur, bu doğrudur. Amma la ilahe illallahdan əsas məqsəd bu deyil. Aydındırmı? Onun üçün Allah təala deyir ki, "Zəlikə biyannallahu huvel haqq." Bu belədir, çünki Allah haqq. İndi bundan sonraki davamı bəlli olur, o haqq nədir? Və ennə mə yəd'unə min dunihil batil. Ondan başqa ibadət etdikləri isə batildir. Demək ki, ibadət etdikləri batildir. Əvvəldə deyir, Allah haqq. Deməli, mənası nə olmuş olur? Bu belədir, Allah ibadət olunan haqq varlıq, haqq ilah tək Allahdır. Ondan başqa ibadət olunanlar isə onlar batildir. Bununla da bəlli olur ki, la ilahe illallah kəlməsində la hərfinin ismi la ilahdır, xəbəri isə haqqı ilə, yəni ibadət olunan deməkdir. Ona görə deməli, la ilahe illallah mənası la mə'buda bi haqqin illallah və yaxud la mə'buda haqqin illallah. Allahdan başqa ibadətə haqqı olan məbud ilah yoxdur. Deməli, bu mənası idi. La ilahe illallahın mənası. Sonra ikinci nə dedik? Bilinməsi, hansı ki deyik, 4 şey bilinməlidir mütləq la ilahe illallah bağlı. Mənası, ikinci ərkanları, üçüncü şərtləri, dördüncü onu pozan şeylər. İkincisi isə ərkanları. Ərkanlar və ərkanlarını da qeyd edək qısa olaraq, sonra növbəti dərsdə şərtlərini və onu pozan şeyləri də götürərik. Və yaxud ola bilər, ondan öncə yenə la ilahe illallah mənasına dəlalət edən ayələri də yenə götürəcək. Deməli, rukunları. Bu mütləq bilinməlidir. Rukun nədir? Rukun, yəni bir şeyin dayandığı bir şeydir. Özəyi, əsli. La ilahe illallahın rukunu isə, hansı ki, mənası da elə ondan təşkil olunub, 2 şeydən ibarətdir. O da nədir? Nəfi və isbat. Nəfi və isbat. Yəni, tohid də bu 3 şeyin cəm edilməsi ilə baş verir. Yəni, tohid 2 şeyin cəm edilməsindən ibarətdir. Tohid budur. Mütləq nəfi olmalıdır və isbat olmalıdır. Mütləq təcrid və təfrid olmalıdır. Təzrid, yəni saflaşdırmaq, təfrid, yəni təkləşdirmək. Mütləq təxliyə və təhniyə olmalıdır. Təxliyə, yəni təmizləmək. Təhniyə, bəzəmək. Necə ki, İmam Əhməd və İmam Nəsəi rəvayət hədisdə soruşur Peyğəmbər sallallahu əleyhi və səlləm, birisi deyir ki, "Bimə bə'asaka rabbuka ileynə." Deyir ki, Rəbbin səni bizə nə ilə göndərdi? Deyir ki, bir İslamla. Soruşur, "Və mə əyətul İslam?" Və o İslamın əlaməti nədir? Demək ki, İslamın əlamətləri var imiş. Yəni,
İslam o şeylə bilinən bir ayinləri var imiş. Deyir ki, nədir İslamın ayinləri, əlamətləri? Deyir ki, ən təqula əsləmtu vəchi ilallah thumma təxalleytu. Demən ki, üzümü Allaha tərəf yönəltdim. Bu da illallahdır. Və təxalleytu və təmizlədim, uzaq oldum. Yəni Allahdan başqalarından isə uzaq durdum. Yəni üzümü Allaha yönəltdim. Yəni ibadətlərlə tək ona və təmizlədim özümü. Nədən? Allahdan başqa bütün hər bir məbuddan, hər birindən, batil olan hər bir məbuddan özümü təmizlədim. Ona görə şirk ən böyük çirkinlikdir. Şirk ən böyük ricisdir, ricis. Ricis, Allah Quranda ricis deyir, yəni nəcasətdir. Ona görə insan tohid əhli olmaz, tohid əhlindən sayılmaz, əvvəla təmizləməsə, təxliyə buna deyilir, təmizlik. Təmizlik. Məsələ təsəvvür et, çirkli bir bədənə, iyrənc bir bədənə zinət əşyası düzülsə, necə olar bu? Ha? Uyğun olarmı? Olmaz. Çünki əvvəla təmizlik, eləcə tohid də belədir. Qəlbində şirk olan, Allahdan başqalarına bağlılıq olan, Allahdan başqalarına qorxu, sığınmaq, əməlləri ilə Allahdan başqalarına yönəlmək olan, bu şirk nəcasəti olan halda, ondan sonra onun namaz qılması belə nədir? Artıq bu o insan haqqında yəni təxniyə sayılmır, gözəllik sayılmır, gözəllik hesab edilmir, zinət hesab edilmir. Bir şeyin zinət olması üçün sən o təmizləməlisən qabı. Sən südü, paç, təmiz bir südü götür, yenicə sağılmış bir südü götür, onu nəzasətli bir qaba tök. O südün orada bir təmizliyi dəyəri qalacaqmı? Əvvəla sən o qabı təmizləməlisən nəzasətdən, sonra o süd, ondan sonra faydalı içilməsi nədir? Mümkün olacaq. Beləcə tohid belədir. Mütləq insan qəlbini, əməllərini, əzalarını, dilini, gözünü təmizləməlidir. Nədən? Şirkdən. Şirkdən, Allaha ortaq qoşmaqdan, Allahdan başqalarına ibadətlə yönəlməkdən, ondan sonra isbat, ondan sonra tohid. Yəni bu ikisi mütləq cəm edilməlidir. Yəni əgər kimsə gecə-gündüz Allah, Allah, Allah var, Allah yaradında, Allah böyükdür desə, isbat etsə, təkcə isbat. Amma onun müqabilində Allahdan başqa ibadət olunan məbudları inkar etməsə, müsəlman sayılmır. Mütləq inkar olmalıdır. Nəfi olmalıdır, təmizlik olmalıdır. Buğz olmalıdır. Əl-vələ vəl-bara dediyimiz nədir? Bərayət olmalıdır. Allahdan başqa ibadət olunanların hamısına, ibadət edilənlərə də, ibadət olunanlara da, hamısına. Nədir? Bərayət olmalıdır. Eləcə də bunun əksi. İnsan deyir ki, heç bir ibadət olunan, heç bir varlıq yoxdur. Bütün hamısı deyir şirkdir. Allahdan başqaları nə var, hamısını inkar edir. Deyir ki, hamısı şirkdir. Ağılsız insanlardır, bütlərə ibadət edirlər, peyğəmbərlərə ibadət edirlər, mələklərə ibadət edirlər, evliyalara sığınırlar, ondan kömək istəyirlər. Hamısı yalandır, batildir, şirkdir, küfürdür deyir. Amma tək Allaha ilah olaraq isbat etmir. Tək Allaha isbat etmir ilah olaraq. Bu da nədir yenə? Müsəlman sayılmır. Müsəlman sayılmır. Gecə-gündüz la ilah desə, illallah deməsə sayılmır. Eləcə də illallah desə, la ilah deməsə, müsəlman sayılmır. Çünki bu kəlmə deməli nədən ibarətdir? La ilah. Yoxdur ilah. Amma burada təqdir var. O təqdiri bayaq mənasını açıqlayanda dedim. Yoxdur ilah deyəndə nə deməkdir yoxdur? Əslində ilah var. Amma la ilah deyəndə sən nə demək istəyirsən? İbadətə haqqı olan ilah yoxdur. Yəni o ilahlar olmağı yəni haqqı ilə deyil, o haqqsızcasına, zülmcəsinə ibadət olunub. İlah olmağa layiq deyil, çünki Rəbb deyil. Ona la ilah nədir? İnkardır, nəfidir. Allahdan başqa ibadət olunan bütün hər şey. İnkar etdin, sonra nə gəlir? İsbat. İllallah. Yalnız Allahdan başqa. Nə deməkdir yalnız Allahdan başqa? Yəni ibadət olunan ilah yalnız Allahdır. İbadət olunması lazım olan, gərəkən, tələb olunan yalnız Allahdır. İbadət olunmağa haqqı satan, layiq olan məbud yalnız Allah Subhanahu və Teala'dır. Və sonra yenə inşallah la ilahe illallah
nəyə görə məsələn mənası deyirsiniz ki, yəni əgər kimsə etiraz etsə ki, deyirsən ki, la ilahe illallah mənası Allahdan başqa ibadətə haqqı çatan məbud yoxdur. Bunun dəlili nədir? Və bunun dəlilini inşallah gələn dərslərdə qeyd edəcəm Allahın izni ilə. Allah Subhanahu taala bizləri təvhid əhlindən etsin, bizləri şirkdən və onun növlərinin hamısından uzaq etsin. Subhanakallahumma və bihamdik, əşhadu an la ilahe illa ente, estağfiruke və etûbü ileyk. Allahumma salli və sallim və barik ala abdika və rasulika nəbiyyina Muhammed.